Deməli, bizim bəbəşimiz hal-hazırda 3 həftəlikdir və maması onu qarnının üstə qoymur. Birinci onu soruşmaq istəyirəm ki, sizə bu barədə deməyiblər, yoxsa özünüz qoymamısınız? Yəni, xəbəriniz olmayıb bundan. Birinci uşağı qoymusunuz qarnının üstə? Uşağım olmasa. Aha. Aha. Deməli belə, bəbəşləri doğulandan bəri ilk həftəsi tamamından etibarən qarnının üstə qoymaq lazımdır. Niyə? Onun boyun əzələləri, kürək əzələləri möhkəmlənsin. Eyni zamanda da qolu öz çəkisini qaldıra bilsin deyə, qol əzələləri möhkəmlənsin deyə qarnı üstə gündə 4-5 dəfə qalmalıdır. Qalma müddətini necə hesablayırıq? Neçə həftəlikdirsə, hər həftəsini 1 dəqiqə olaraq götürürük və gün ərzində 4-5 dəfə həftəsinə uyğun müddətə qalır. Misal üçün, indi bəbəş Əsma tam 3 həftəlikdir. Bugün 3 həftəsi tamam olub. Gün ərzində 4-5 dəfə 3 dəqiqəlik qoymaq lazımdır. Toplamda 3 dəqiqə yox. Hər dəfəsində 3 dəqiqəlik qoymalısınız siz onu. 3 dəqiqəlik qalmalıdır ki, yavaş-yavaş zamanı gəldiyində əzələləri möhkəmlənsin ki, qamətində saxlaya bilsin, vaxtında otursun, vaxtında iməkləsin, vaxtında ayağa qalxa bilsin uşaq. Heç bir masaj uşağın öz aktiv hərəkətini əvəz eləmir. Çünki masaj bizə pasiv hərəkət verir və masaj xəstə uşaqlara lazımdır daha çox. Yəni ciddi əzələ problemi olan uşaqlara, nevroloji problemi olan uşaqlara lazımdır. Amma sağlam uşaqlara belə yapışıb qalmasınlar deyə, yanaqlarımız belə ağır olub bizə bas qaldırmağa mane olmasın deyə sağlam uşaqları gündə 4-5 dəfə mütləq ki, qarnı üstə qoyulmalıdırlar. Görürsüz, qaldırır, amma qaldırmasına mane olan 2 şey var. Daha öncə qaldırmayıb deyə əzələləri hələ ki zəifdir. Ona görə özünü belə əllərini qoyub itələyib qalxa bilmir. İkinci məsələdə axtarma refleksi aktivdir deyə ağzı səthə dəyən kimi nəyisə axtarmağa başlayır orada. O da bir tərəfdən onu orada qalmağa məcbur eləyir. Üstəlik də pasiv uşaqlar, daha doğrusu temperament, xasiyyət baxımından sakit uşaqlar pasiv olurlar. Siz onu qoymasanız, yəni öz-özünə elə aktivləşən deyil. Aktivləşəcək, amma çox gec olacaq bu. Misal üçün, bir çox uşaq 8-9 ayında artıq oturmağı, sərbəst oturmağı bacarırsa, sizin bəbəşiniz hələ 10 ayında aşaraq otura bilər. Elə bir şeylər olmasın deyə mütləq ki, siz onu qarnı üstə qoymalısınız. Eyni zamanda da artıq baxın, ayaqları ilə hələ ki refleks səviyyəsində hərəkət eləyir. İtələnmə refleksidir. Ayağının altında dirək hiss eləyən kimi özünü itələyir. Haydi bəbəşim, yanaq yapışıb oraya tərpənə bilmir. Hadi bəbəş, afərin sənə. Görürsüz, amma qarnı üstə qala-qala artıq ayaqlarını hərəkət elətdirə-elətdirə bir müddət sonra, bir 4 aydan 5 aydan etibarən başlayacaq iməkləməyə. Arxasını qaldırıb iməkləyə bilməsə də sürünərək iməkləyəcək. Başa düşdünüz? Yəni sürünərək iməkləməsi də iməkləmə sayılır. Klassik iməkləməyə bənzəməsə də. Yəni bəbəşimiz normal inkişaf eləsin deyə, aktivliyi yerində olsun deyə, əzələ tonusu normal olsun deyə mütləq qarnı üstə qoymaq lazımdır. Mütləq. Yəni bütün oyaq olduğu vaxtlarda çalışın ki, qarnı üstə qoyasınız. Ağlaya bilər. Yəni ağlamaq onu tez götürməyə səbəb deyil. Ona görə ağladığı zaman siz onun yavaş-yavaş belə sığallaya bilərsiniz, səs çıxara bilərsiniz ki, bilsin ki, tək deyil burada, yəni yanında kimsə var. Eyni zamanda oyuncaqla misal üçün səs çıxara bilərsiniz ki, başı qarışsın, daha çox qarnı üstə qalsın. Bir də qoyduğunuz sətlər önəmlidir. İçəri batan heç bir şeyin içinə qoymaq olmaz uşağı. Mütləq qoyduğunuz sətin altı sərt olmalıdır və indi bizdə tapçanda olduğu kimi üstü yumşaq olmalıdır ki, həm altdan sərt karkas versin ki, batmasın içinə uşaq, həm də yumşaqlığı olsun müəyyən dərəcədə ki, birdən özünü buraxanda başı dəyəndə incitməsin. Yaxşı? Amma bunu mütləq eləməlisiniz.